Sən insan olaraq özünə qiymət ver. Deyirəm, mənə and içiblər, məni yaradıblar, deyiblər ki, bərək Allah gör nə yaratdın. Mələklərə gəlib fəxr edib, görün ki, xəlifəmi yaradıram. Da nə desin? Nə desin? Sənin qiymətin davasını aparır Allah. Nə qədər əziz deyirsən, nə qədər başa salır ki, sən əzizsən, əzizsən, əzizsən. Şeytan deyirsən, zəlilsən, ona qulaq asırıq, gedib özümüzü zəlil edirik başqa qapılarda. Gedib özümüzü zəlil edirik dəyərsiz şeylərin qarşılığında. Allah da deyir, vay, heyf səndən əziz idin sən. Ne üçün İmam Hüseyin qatillərinə lənət oxuyuruq? Çünki bu gözəllikləri məhv elədilər. İşlərində olan. Şimir də bu gözəlliklə doğulmuşdu. Ömər Səd də bu gözəlliklə doğulmuşdu. İnsan idi. Allah dedi ki, sən insansan, sən gözəl yaranmışsan. Getdi oldu Şimir, getdi oldu Ömər Səd. Ona görə deyir, lənət olsun belə adamlara. İçində olan sıfırdan başlasaydılar, bəlkə də qınamaq olmaz. Ki, neynəsin, içində sıfır deyil insan. İnsan gözəlliklər mədənidir. Onları xarab eləyib.